COP30-un iqlim dəyişikliyi üzrə çempionu Marcelo Oliveira iqlim mübarizəsinin yalnız sabahı deyil, bugünün reallığına aid olduğunu bildirib. Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin iqlim üzrə subsidiar orqanlarının 62-ci sessiyası çərçivəsində iştirak edən COP30-un iqlim dəyişikliyi üzrə çempionu Azərbaycanın COP29 zamanı reallaşdırdığı təşəbbüsləri yüksək qiymətləndirib. Gənclər təkcə müşahidəçi deyil, qərarların verildiyi masalarda da olmalıdırlar. Biz Braziliya və digər ölkələrdən olan gənc nümayəndələrlə birgə hərəkət edirik. Orta prioritetlər uğrunda çalışırıq. Çünki bu fərqli cərəyanlar deyil. Bu bir hərəkatdır. Həyatımızı, gələcəyimizi və torpaqlarımızı qorumaq üçün bir hərəkat. Danışıqlar həyatımızın ayrılmaz bir hissəsidir. Biz danışmaq, birləşmək və daha ədalətli keçid qurmaq üçün buradayıq. COP29 prezidentliyi ilə birlikdə daha qayğıkeş dünya üçün çalışmalıyıq. COP30-un iqlim dəyişikliyi üzrə çempionu həmçinin Azərbaycanın COP29 sədrliyi ilə əməkdaşlığın vacibliyini də vurğulayaraq, ortaq məqsədlər naminə daha qayğıkeş və ədalətli bir dünya üçün birgə çalışmalı olduqlarını bildirib.